Ağılsız adamlar deyəcəklər, üz tutduqları qiblədən döndərən nədir? De, şərq də, qərb də Allahındır. O istədiyi şəxsi doğru yola yönəldər. Beləliklə də sizi bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız. Peyğəmbər də sizə şahid olsun. İndi yönəldiyin qibləni yalnız Peyğəmbərə tabi olanlarla, ondan üz çevirənləri bir-birindən ayırt etmək üçün təyin etdik. Bu, ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı əvəzsiz buraxmaz. Allah insanlara qarşı əlbəttə mehribandır, mərhəmətlidir. Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük. Ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscid-ül-Hərama tərəf çevir. Harda olsanız, üzünüzü oraya döndərin. Kitab verilmişlər, bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir. Sən kitab əhlinə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabi olmazlar. Sən də onların qibləsinə tabi olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də şübhəsiz ki, zalimlardan sayılarsan. Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıkları kimi tanıyırlar. Onların bir qismi şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir. Haqq sənin Rəbbindədir. Buna heç vaxt şübhə edənlərdən olma. Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın. Harda olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən Allah hər şeyə qadirdir. Hər hansı bir yerə getdikdə üzünü Məscid-ül-Hərama tərəf çevir. Çünki Rəbbin tərəfindən göndərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir. Hardan çıxsan, üzünü Məscid-ül-Hərama tərəf çevir. Harda olsanız, üzünüzü o tərəfə döndərin ki, zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, məndən qorxun. Mən də sizə olan neymətimi tamamlayım ki, siz haqq yolu tapasınız. Həmçinin sizə ayələrimizi oxumaq, sizi təmizləmək, kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik. Belə olduqda siz məni xatırlayın ki, mən də sizi yada salım. Mənə şükür edin, məni danmayın. Ey iman gətirənlər, səbir və dua ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir. Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridilər. Lakin siz bunu dərk etmirsiniz. Əlbəttə, biz sizi biraz qorxu, biraz acılıq, biraz da mal, can və məhsul qıtlığı ilə imtihan edərik. Səbr edən şəxslərə müjdə ver. O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman, biz Allahınıq və ona tərəf qayıdacağıq deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır. Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir. Evi həc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsində heç bir günah yoxdur. Hər kəs könüllü olaraq yaxşı bir iş görərsə, Allah razı qalandır, biləndir. Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar. Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm. Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun. Onlar həmişəlik lənət içərisində qalarlar. Onların əzabı əskilməz və üzlərinə də baxılmaz. Sizin tanrınız bir olan Allahdır. Ondan başqa tanrı yoxdur. O rəhimlidir, mərhəmətlidir. Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları
onun hər tərəfinə yaymasında, göy ilə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində əlamətlər vardır. İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər. O zaman tabi olmuşlar, tabi olanlardan uzaqlaşacaq, əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır. O zaman tabi olanlar, əgər bir də qayda bilsəydik, onlar bizdən uzaqlaşdıkları kimi, biz də onlardan uzaqlaşardıq, deyərlər. Beləcə, Allah onlara əməllərinin yalnız həsrətdən ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər. Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yiyin. Şeytanın izi ilə getməyin. Həqiqətən, o sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər. Onlara Allahın göndərdiyinə tabi olun deyildiyi zaman, onlar, biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik, deyərlər. Bəs, ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə necə? Kafirlər, səda və nidadan başqa bir şey anlamayanlara bənzərlər. Onlar kar, lal və kordular. Buna görə də dərk etməzlər. Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin halalından yeyin. Əgər Allaha ibadət edirsinizsə, ona şükür edin. O sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri qəti haram etmişdir. Lakin naəlac qaldıqda, zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir. Allahın nazil etdiyi kitabda olanları gizlədənlərin və onun müqabilində biraz para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, təmizə çıxarmaz, onları şiddətli əzab gözləyir. Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbirlidirlər. Bu ondan ötürüdür ki, Allah kitabı haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar şübhəsiz ki, uzaq bir nifaq içərisindədirlər. Yaxşı əməl heç də üzünüzü gün çıxana və gün batana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, məhəbbəti yolunda malını qohum-əqrabıya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edən və əhdinə sadiq olanlar, dar ayaqda çətinlikdə və cihad zamanı səbr edənlərdir. Doğru olanlardır, müttəqi olanlar da onlardır. Ey iman gətirənlər! Öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərarı alındı. Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində, öldürülmüş şəxsin qardaşı tərəfindən bağışlanmış qatil ilə adətə görə yaxşı rəftar edilməlidir. Bağışlanmış, yaxşılıqla diyə verməlidir. Bu, Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan sonra təcavüzkarlıq edən kimsəni şiddətli əzab gözləyir. Ey ağıl sahibləri! Bu qisas sizin üçün həyat deməkdir. Ola bilsin ki, pis əməldən çəkinəsiniz. Sizin hər birinizi ölüm haqlayan zaman, qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə vacibdir. Eşitdikdən sonra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz ki, Allah eşidəndir, biləndir. Hər kəs vəsiyyət edənin səhv etməsindən və ya günaha batmasından ehtiyat edib, varislərin arasını düzəltsə, ona heç bir günah yazılmaz. Allah bağışlayandır, rəhm edəndir. Ey iman gətirənlər! Oruç tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz. Oruç tutmaq sayı müəyyən olan günlərdir. Sizdən xəstə və ya səfərdə olanlar
tutmadığı günlər qədər başqa günlərdə oruç tutmalıdırlar. Oruç tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz, oruç tutmaq sizin üçün nə qədər xeyirlidir. İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran Quran Ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər oruç tutmalıdırlar. Xəstə və ya